Bu Ramazan ayı rəhmət ayıdır. Ramazan ayı mərhəmət ayıdır. Allah Teala bütün təbəqələrə burada mərhəmət eləyir. Paltarı olmayan, yeməyi olmayan, əsirlikdə olan, fəqir olan hamısını bir-bir Allah Teala bizim yadımıza salır və onlara mərhəmət göstərir və bizlərin də onlara mərhəmətli olmasını Allah Teala bizdən istəyir. Amma baxırsan dünyada adlarını müsəlman qoyan, müsəlman adı ilə çıxış eləyən, müsəlman adı ilə hakimlik eləyən, hökm eləyən, bu ayda, rəhmət ayında, mərhəmət ayında müsəlmanlara zülm edirlər. Müsəlmanları qətliam edirlər. Bugün Suriyada baş verənlər heç kimə gizli deyil. Sosial şəbəkələr açıqdır, hamımız bunları görürük. O şəxslər ki, o insanlar ki, insan deyəkmi, deməyəkmi bilmirəm, İslam adı ilə hakimiyyətə gəliblər, İslam adı ilə çıxış edirlər. Necə ki, bundan qabaq da bu cür nə ediblər? İslam hakimiyyəti qurmaq o fikrində olublar. Bəs İslam bunu deyir, Ramazan ayında insanlara zülm edən. Ramazan ayında nəinki müsəlmana, heç qeyri-müsəlmana zülm etməyə Allah Teala icazə vermir. Ümumiyyətlə, zülm İslamda yoxdur. Bu necə olan bir şeydir ki, bir insan özünü İslama nisbət verə bu işləri görə. Allah Quran-ı Kərimdə buyurur ki, mən Peyğəmbəri bütün aləmlərə rəhmət göndərdim. Bunlar deyirlər ki, biz Peyğəmbər ümmətiyik, rəhmət olan Peyğəmbər ümməti bu cürünə rəhimsiz olar. Rəhmət olan İslam dininə özünü nisbət verən bu cürünə rəhimsizlik edər. Bu, heç kəsə gizli deyil. Ona görə insanlar gərək ayıq olsunlar, gözü açıq olsunlar. Bundan qabaq deyirlər ki, filan kəs edir, filan kəs edir, filan kəs edir, filan prezident edir, filan nə bilim, hakim eləyir. Yaxşı, indi kim eləyir? İndi hökm kimin əlindədir? İndi hakimiyyət kimin əlindədir? İndi qüdrət kimin əlindədir? Deməli, bundan qabaq da bu cür nə idi? Sadəcə mətbuatda, sosial şəbəkələrdə, mediada insanları aldatmağa çalışırlar. Siz diqqət eləsəz, görərsiniz ki, təkcə bugün Suriyada yox, bütün dünyanın bir çox yerlərində bu rəhimsizliklər davam edir. Və bu Ramazan ayında ki, bu şeylər ümumiyyətlə qadağandır.